İran, İsrail, ABŞ qarşıdurmasına ərəb ölkələri qoşula bilərmi? İran raketlərinin Körfəz ölkələrinə endiyi bu günlərdə təkcə infrastruktur yox, bölgənin uzun illər ərzində qurduğu sabitlik imici də sarsılmaqdadır. Azərbaycandan hərbi ekspert Səxavət Məmməd düşünür ki, İran ərəb ölkələrinin münaqişəyə qoşulmasında maraqlıdır. Rusiya belə məlumat yayır ki, Amerika yaxın şərq ölkələrini, xüsusən ərəb ölkələrini inandırmağa çalışır ki, onlar müharibəyə başlamalıdırlar. Bu dövlətlər qoşulduğu təqdirdə bunların hamısı İrana qarşı olmayacaq. Bir çoxu da bir-birinə qarşı döyüşmüş dövlətlər olacaq və elə bir vəziyyət yarana bilər ki, Amerika eyni vaxtda məcbur ola bilər bir neçə istiqamətdə döyüşsün. Ona görə ABŞ çalışır ki, ərəb ölkələrini İrana qarşı fokuslasın. Ərəb ölkələrinin birləşərək müharibəyə qoşulması bu əslində 3-cü Dünya müharibəsi demək olacaq. Ekspert əlavə edir ki, hələ ki İsrail və ABŞ belə bir müharibənin başlanmasını arzulamır, çünki onlar İranın qarşılıqlı hücum tempinin azalmadığının fərqindədir. Fevralın 28-də İsrail və ABŞ-ın İrana hücumundan sonra İran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər və İordaniya daxilindəki ABŞ hərbi obyektlərinə raket və PUA hücumları həyata keçirib. Birləşmiş Ərəb Əmirlikləri indiyədək 165 ballistik raketin və 54 dronun zərərsizləşdirildiyini, 58 nəfərin yaralandığını açıqlayıb. Raketlər və ya onların qalıq parçaları Dubaydakı tanınmış binalara və hava limanına, Manamadakı göydələnlərə, Küveyt hava limanına düşüb. Körfəz liderləri verdiyi itkilərə baxmayaraq tərəfləri təmkinli olmağa çağırıb və xəbərdarlıq ediblər ki, onlar özlərinə aid saymadığı müharibəyə cəlb edilməməlidirlər. İran bu ölkələrdə yalnız İsrail və ABŞ-a aid hərbi obyektləri hədəf aldığını deyir. Siyasi şərhçi Kamran Cəfərov isə bildirir ki, bu hücumda iki əsas aspekt var: propaganda və hərbi texniki. İran həm də hesab edirdi ki, neft monarxiyalarında yanan otellər və göydələnlərə dair görüntülər internet məkanında şok effekti yaradacaq. 3-cü Dünya müharibəsi və ya qiyamət təəssüratı formalaşdıracaq. Bu da ABŞ-ın təzyiqlə üzləşməsinə gətirib çıxaracaq. Eyni zamanda Tehran ümid eləyirdi ki, Amerikalı hərbçilər arasında mümkün itkilər Trumpı əməliyyatı tez dayandırmağa məcbur eləyəcək. Lakin nə birinci, nə də ikinci faktor özünü doğrultmadı. Siyasi şərhçi Kamran Cəfərov deyir ki, İran Birləşmiş Ərəb Əmirliklərinin son 48 saatda endirdiyi raket və PUA-lara təxminən $300 milyon xərcləyib. Birləşmiş Ərəb Əmirlikləri isə onları zərərsizləşdirmək üçün təxminən $2,5 milyard xərcləyib. Onun fikrincə, İran düşünürdü ki, bu maddi zərərə görə Körfəz ölkələri ABŞ-ı dayanmağa məcbur edəcəkdir.